Bu hekayədə çətin olan sevmək deyil, gözləməkdir. Biri var idi, biri yox idi. Tifarqan adlı bir yerdə Xoca Mail adında mərhəmətli bir kişi yaşayırdı. Onun çox ağıllı bir oğlu vardı. Abbas hər şeyin səbəbini bilmək istəyən uşaqdı. Su niyə axır? Külək niyə əsir? Söz niyə insanın qəlbinə toxunur? Bu suallar onun düşüncələrini daim məşğul edirdi. Xoca Mail dünyadan köçəndə Abbas hələ çox balaca idi. Anası oğlunun əlindən tutub dedi ki, Atanla biz sənə həmişə inanmışıq. İstəmişik ki, ürəyinin nişan verdiyi səmtə üst tutub, sevdiyin sənətlə tanınasan. indi ikimiz qalmışıq. Əl-ələ verib taleyin sənin üçün cızdığı yolu birlikdə tapacağıq. Anası Abbası şəhərə apardı. Onlar çox gəzib dolaşdılar. Lakin Abbasın könlü heç yerdə qərar tutmadı. Ta ki, mədrəsənin həyətinə çatana qədər.